Bismillahirrahmanirrahim. Değerli cemaat, Allah Taala'nın müvəffəqiyyəti ilə ərəb dili dərslərimizə davam edirik. Bugün bizlər ərəb dilində kəlimələrin, qismlərin öyrənəcəyik. Əqsamul kəlami fil-lüğətil arabiyyəti. Ərəb dilində kəlimələrin qismləri. Ərəb dilində kəlimələrin 3 qismi vardır. El-ismu, isim, el-fi'lu, fiil, el-harfu, harf. Birinci qism, el-ismu. İkinci qism, el-fi'lu. Üçüncü qism, el-harfu, harf. İsim ərəb dilində əşyanın adına deyilir. Mədəllə alə musemmen. Əşyanın adına deyilir. Və leysə ləhu alaqatun biz zamani. Onun zamanla heç bir əlaqəsi yoxdur. Mədəllə alə musemmen. Əşyanın adına dəlalət edir və onun zamanla heç bir əlaqəsi yoxdur. Fiil mədəllə alə hədəsin. Hərəkətə dəlalət edir. İsmin hərəkətin bildirir. Və ləhu alaqatun bi zamanin. Onun zamanla əlaqəsi vardır. Hərf isə mə yədullu mə'nən illə mə'a qayrihi. Bir mənaya dəlalət etmir. Ancaq başqası ilə işlənən zaman mənaya dəlalət edir. Bizlər ilk olaraq isim haqqında öyrənəcəyik. Əşyanın adını bildirən, heç bir zamanla əlaqəsi olmayan isim haqqında öyrənəcəyik. Öyrəndik ki, fiil əşyanın, ismin hərəkətin bildirir və onun zamanla əlaqəsi vardır. Ərəb dilində zamanın 3 növü vardır. El-madi, keçmiş zaman, el-mudari'u, indiki zaman, bəzi alimlərə görə el-müstəqbəlu, gələcək zaman, bəzi alimlərə görə isə el-əmru, əmir halı. İnşallah fiil dərslərimizdə ətraflı şəkildə öyrənəcəyik. Fiilə misal olaraq kətəbə, yazdı, yəclisu, oturur, işrab, iç, fiilə aid olan nümunələrdir. Kəlmənin 3-cü qismi olan hərf özündə heç bir məna daşımır. Yalnız başqası ilə işlənən zaman məna daşıyır. Tərifdə öyrəndiyimiz mə yədullu alə mə'nən illə mə'a qeyrihi. Başqası ilə, qeyrisi ilə işlənən zaman, yan-yana gələn zaman mənaya dəlalət edir. Ərəb dilində hərflərin çoxlu növləri vardır. Məsələn, car hərfləri, inşallah bunları qarşıdakı dərslərimizdə öyrənəcəyik. İsmi yəlik hala salıb məzrur edən hərflər. Məsələn, min, məsələn, ilə, məsələn, fi və s. Atf hərfləri, məsələn, va, məsələn, thümmə. Bunları inşallah gələcək dərslərimizdə ətraflı həm hərflər haqqında, həm də fiillər haqqında öyrənəcəyik. Lakin qarşıdakı bir çox dərslərimizdə əsas mövzu əşyanın adın bildirən və heç bir zamanla əlaqəsi olmayan isim haqqında
olacaqdır. El-ismu, isim. Öyrəndik ki, ismin tərifi ərəb dilində mə dəllə alə musəmmən, əşyanın adına dəlalət edən nitq hissəsi. Və leysə ləhu əlaqətun bi zəmənin. Onun zamanla, yəni keçmiş zamanla və ya indiki zamanla və ya əmrlə heç bir əlaqəsi yoxdur. Ərəb dilində isimlər müstəqil məna ifadə edən kəlmələrdir. Yəni, əşyanın adını bildirməklə bərabər özlərində müstəqil məna ifadə edən sözlərdir. Müstəqil məna, yəni özlərinin mənası vardır. Hər ismin özünün mənası vardır. İsimlərin növləri əlbəttə mövcuddur. Ən birinci növü, bu daha çox ismin əhatə etdiyi məna ilə əlaqəli növlərdir. Yəni, işlənməsi ilə əlaqəli olan növlərdir. İsmu insanın, insan adları. İnsan adları. Məsələn, Əli, məsələn, Fatimə, məsələn, Muhammed. Bu kəlmələrin hər biri isimdir. Hər biri insan adıdır. İkinci, ismin əhatə etdiyi məna heyvan adları. Ərəb dilində heyvan adları isimdir. İnsan adları, yer adları, məkan adları isim olduğu kimi ərəb dilində heyvan adlarının hamısı isimdir. Məsələn, əsədun, şir. Əlbəttə, biz bunların Azərbaycan dilində mənasını yazırıq, lakin qarşıdakı dərslərdə bu ifadələrin hər birini ərəbcə yazacağıq. İnsan adları, yəni ismu insanın. Əli ərəbcə yazacaq, Aliyyun, Fatimə, Muhammedun, hamısı ərəbcə. Heyvan adları, gələcək dərslərimizdə bunu birbaşa ərəbcə yazacağıq. İsmu heyvanin, heyvan adları. Şir məsələn, əsədun, cəməlun, dəvə isimdir. Heyvan adı daşıyır. Tairun, uçan quş. Bunların hər biri isimdir. İsmin əhatə etdiyi üçüncü məna məkan adları. İsmu məkanin. Məkan adları, yəni yer adları. Ərəb dilində yer adları isimdir. Yer adlarına nümunə olaraq Azərbaycanu, Azərbaycan, Məkkətu, Məkkə, Əl-Qahiratu, Qahirə və s. Ərəb dilində yer adları, məkan adları isim sayılır. İnsan adları ərəb dilində hamısı isim sayılır. Heyvan adları hamısı isim sayılır. Məkan, yer adları hamısı isim sayılır. Dördüncü, ismin əhatə etdiyi mənaların qismi ismu cəmədin, cansız əşyalar. Cansız, yəni heç bir şuuru, heç bir hərəkəti olmayan isimlər. Məsələn, kitabun, kitab. Kitab. Məsələn, qələmun, məsələn, beytun, ev, kitab, qələm, ev. Bütün bunların hamısı isimdir. Ərəb dilində cansız əşyalardır. Beşinci, ismin əhatə edib işləndiyi mənalar
İsmu ma'nen. Mənaya dəlalət edən isim. Yəni, bir mənaya, bir hala dəlalət edən isim. Məsələn, şücaətun. Şücaətli olmaq. Şücaət. Məsələn, xavfun. Qorxu. Məsələn, hubbun. Sevgi. Bütün bu isimlər, adlar ərəb dilində mənaya dəlalət edir. Mənaya dəlalət etməsinə görə ismin əlaqəli olduğu, əhatə etdiyi mənalar arasında sayılır. Beləliklə biz ismin əhatə edib işləndiyi mənaların 5 dənəsinin 5-də öyrəndik. Öyrəndik ki, isim ərəb dilində adam adlarını əhatə edir. Bütün adam adları, insan adları ərəb dilində isimdir. İsim əhatə edir heyvan adların. Ərəb dilində bütün heyvanların adları istər quruda, istər suda, istər göydə uçan hamısı isimdir. İsim əhatə edir məkan, yer adları. Ərəb dilində bütün məkan, yer adları, ölkə adları, şəhər adları isim adlanır. 4. İsim əhatə edir cansız isimləri, cansız, şuursuz isimlər ərəb dilində isimdir. 5. Mənaya dəlalət edən isimlər, kəlmələr ərəb dilində ismin əhatə etdiyi mənalardan sayılır. İndi isə biz ərəb dilində ismin ən mühüm əlamətlərini öyrənəcəyik. Bu əlamətlərin hər biri kəlmənin isim olmağını göstərir, ona dəlalət edir. İsmin ən mühüm əlamətlərindən birincisi hərf-u cər qəbul etməsi. Hərf-u cərin ismə daxil olması. Ərəb dilində hərf-u cərlər isimlərlə işlənən hərflərdir. Onlar isimlərə daxil olduqda onların halını adlıq haldan yəlik hala çevirir. Qarşıdakı dərslərdə biz bunu öyrənəcəyik. Məsələn, ərəb dilində əl-beytu, ev. Əl-beytu isminə biz hərf-u cərlərdən birini əlavə etsək, məsələn, fi hərf-u cərini dadə olacaq evdə, yaxud da evin içində. Baxın, həmin bu hərf-u cər isimlə işləndi. Dadə hərf-u cəri isimlə işləndi. İsmin əlamətlərindən ən mühümüdür hərf-u cərlə işlənməsi. İsmin ən mühüm əlamətlərindən ikincisi tənvin qəbul etməsi. Ərəb dilində isimlər feillərdən fərqli olaraq tənvin qəbul edirlər. Tənvin yəni ən, in və un səsləri. Bunları da Allahın müvəffəqiyyəti ilə qarşıdakı dərslərimizdə öyrənəcəyik. Məsələn, ərəb dilində kitab sözü. Kitab sözü tənvinlə işlənir, olur. Kitabun, kitabin, kitaben. Bunların hər birinin halı vardır. Kitabun adlı halda olan tənvinlə işlənən isimdir. Kitabin məzrur yəlik halda tənvinlə işlənən isimdir. Kitabən mənsub, yəni təsirlik halda tənvinlə işlənən isimdir. İsmin əlamətlərindən üçüncüsü əlif, lam müəyyənlik ədatını qəbul etməsi. Əlif, lam müəyyənlik ədatını qəbul etməsi. Əlif, lam müəyyənlik ədatını kəlmənin qismləri arasında ancaq isimlər qəbul edir. Məsələn, əl-kitabu, kitab. Əl-kitabu, kitab.
ərəb dilində müəyyənlik halında olan isimdir. Qarşıdakı dərslərimizdə müəyyən və qeyri-müəyyən isimləri öyrənəcəyik. İsimlərin ən mühüm hallarından dördüncüsü ən-nida'u, çağırmaq. Ərəb dilində isim olan bir şeyi çağırmaq, ona müraciət etmək mümkündür. Ərəb dilində müraciət, yəni nida ədatı yadır. Yə, yəni ey. Məsələn, ya Allah, ey Allahım. Yanında Muhammed var, desən ki, ya Muhammed, ey Muhammed, çağırırsan Muhammedi. Yanında Əli var, sağdır, səni eşidir, deyirsən ki, ya Ali, ey Əli. Müraciət edib onu çağırırsan. Bu dörd halın dördü də ərəb dilində yalnız isimlərə məxsus olan ən mühüm hallardır. Birinci, hərf-u cər qəbul etmək ismin halıdır. Ərəb dilində isimdən qeyri heç bir kəlmə, nə feil, nə zaman hərf-u cər qəbul etmir. Hərf-u cər ancaq isimlə işlənir. Tənvinlər ərəb dilində ancaq isimlər tənvinlə işlənir. İsimlərdən qeyri heç bir şey, feil və s. tənvin qəbul etmir. Əliflam müəyyənlik ədatı ancaq isimlərlə işlənir. Ərəb dilində isimdən qeyri feil, zaman əliflam müəyyənlik ədatını qəbul etmir. Dördüncü, ya, yəni ən-nida, müraciət. Bu da ismə məxsusdur. Ərəb dilində isimdən qeyri bir şeyi çağıra bilmərsən. Yəni, ey qaçmaq deyə bilmərsən. Ey içmək, ey yatmaq, onlar hamısı feildir axı. Deyib müraciət edə bilmərsən. Bunlar da isimlərin ən mühüm dörd halıdır.